Avropa Liqasının finalında İngilis-Alman dueli Aston Villa Freiburg'a qarşı. Siz kanalımıza abunə olun, biz isə bu finalın analizinə keçək. Bir tərəfdən kağız üzərində bir mənalı şəkildə nəzərə alırıq ki, Unai Emery var. Yəni Avropa Liqasından danışırıqsa, keçmiş adı UEFA Kuboku. Bu turnirin iki böyük adı var. Klub olaraq Sevilla, məşqçi olaraq da Unai Emery. Xatırladaq ki, Emery Sevilla ilə 3 dəfə dalbadal 2010'ların ortasında bu turnir udub. Sonra 19-cu ildə finala çıxaraq həmin o məşhur Bakıdakı finalda Chelsea-yə darmadağın şəkildə məğlub olsa da 2 il sonra daha bir sensasiya törədərək Villarreal ilə Manchester United-i məğlub edərək bu turniri 4-cü dəfə qazanmağa müyəssər olmuşdur və bu gün də əlbəttə ki, maçın bir nömrəli favoriti Aston Villa olacaq. Biz nəyə görə İngilis klublarından danışanda qeyd edirdik ki, əgər Çempionlar Liqasında maliyyə baxımından ingilislərlə başa-baş mübarizə apara biləcək bir neçə klub varsa, Avropa Liqasında və Konferans Liqasında klubların maliyyəsi fərqi uçurumdur. Hətta bu top 5-liyin içində də özünü göstərir. Bu cədvələ baxın, burada transfer market komandaların büdcəsini hesablayır və gördüyümüz kimi Aston Villa'nın büdcəsi 550 milyondur və belə baxanda Avropanın 3-cü, 4-cü çempionatı olan Almaniyanın Freiburg komandası var. Amma Freiburg'un büdcəsi cəmi 150 milyondur və arada olan demək olar ki, 4 dəfə fərq heyətin komplektləşdirməsində, oyunçuların maaşın verilməsində, daha yaxşı mütəxəssislərin götürülməsində çox böyük rol oynayır. Aston Villa'dan danışdıqda, baxın, 2 heyət verək və bu heyətin hansısa variasiyasına söhbət gedəcək. Burada əsas məsələ ondan ibarətdir ki, Unai Emery daha hücuma meyilli Buendia'ya stavka verəcək, yoxsa sol cinahdan söhbət gedir, yoxsa Buendia ehtiyatda başlayacaq, Morgan Rogers sol cinah wingeri kimi başlayacaq və sərbəst 10 nömrə və sol cinahın arasında var gəl edəcək. Əgər qırmızıları Aston Villa təsvir etsək, belə demək olar, hardasa əgər Buendia buradadsa belə Morgan Rogers 10 nömrə mövqeyində oynayırsa, yenə də Rogers sola yıxılmağa meyilli oyunçudur və həmin mövqeyin oyunçusu ona uyğun adaptasiya edir. Digər tərəfdən isə Aston Villa əgər bir cinahı Morgan Rogersə adaptasiya edibsə, sağ cinah paravoz kimi işləyir. Burada Matthew Cash'lə Şotlandiyalı əfsanə futbolçu McGinn bütün cinahı bağlayırlar. Maraqlıdır ki, hər iki oyunçu həm qabağa, həm də arxaya işləyirlər. Belə bir maraqlı statistika göstərmək istəyirəm ki, bu Morgan Rogers'ın və McGinn'in fundamental və eyni zamanda aşağısına da baxın, onun Matthew Cash da orada olacaq. Chance creation, yəni qol epizodu yaratmaq. Bu göstəricidə əlbəttə ki, Morgan Rogers irəlidədir, amma onunla McGinn arasında çox da böyük fərq yoxdur. Çünki dediyim kimi Aston Villa 2 fazada adətən hücum edir, soldan yüklənir və lazım olanda da sağdan cinah overload, yəni cinah yüklənməsinə əl atır. İkinci bir tərəfdən əlbəttə ki, Aston Villa'nın ən böyük suallarından biri onun dayaq yarım müdafiəsi mövqeyidir. Bildiyimiz kimi burada zədələrə görə double pivotun biri Yuri Tillemans olacaq. Yuri Tillemansı hardasa dahi Toni Kroosla müqayisə edə bilərik. Onun bir balaca minimal versiyasıdır. Yuri Tillemans həm Kroos kimi oyunun ritmini idarə edir, lazım olanda o tempi qaldırır, lazım olanda tempi aşağı salır. Eyni zamanda müdafiənin üstündə duraraq bir növ müdafiəni sığortalayan bir futbolçudur. Onun yanında yəqin ki, Victor Lindelof oynaya bilər. Lindelof'u siz çox yaxşı Manchester United'dan tanıyırsınız, amma sual verə bilərsiniz ki, Lindelof mərkəz müdafiəçisidir və burada niyə görə dayaq yarım müdafiəçisi mövqeyində oynayır, amma Manchester United'də də zaman-zaman adam dayaq yarım müdafiəçisi mövqeyində oynayırdı. Lindelof'un burada oynamasının səbəbi nədir? Build-up olduğu zamanda əgər Tillemansla Lindelof bir tandem təşkil edirlərsə, o zaman Tillemans bir qədər yuxarı qalxır. Lindelof isə 2 mərkəz müdafiəçisinin arasında 3-cü mərkəz müdafiəçisinə çevrilir. Bu arada adam özü də mərkəz müdafiəçisidir, ona görə faktiki olaraq öz ana roluna qayıtmış olur. Aston Villa çox ciddi stavkanı dediyim kimi sağ cinaha versə də, sol cinahdan da Lucas Digne lazım olduğu anda Morgan Rogers'la adaptiv olaraq hücuma qoşulur. Yəni ümumiyyətlə solun əsas məqsədi ondan ibarətdir ki, Morgan Rogers'ın əl qolunu açsınlar və sərbəst hərəkət edə bilsin. Və əlbəttə ki, hücumun da sivri ucunda biz Oli Watkins'i gözləyirik. Aston Villa'da bu baxımdan heç bir ciddi sədə yoxdur. Digər yandan isə Freiburg əminəm ki, Almaniya futbolunu çox yaxından izləməyən adama bir qədər qəribə atdı. Bir tərəfdən Freiburg klassik Almaniya komandasıdır. Yəni klassik Almaniya komandası mən deyəndə misal üçün Eintracht'dan nəzərə ala bilərik, hansına ki Qarabağda oynamışdı. Yəni komanda inanılmaz iti əks hücumlar, cinah yüklənməsinə meyl eləyir, amma eyni zamanda hücumun birinci fazasında tutulanda çox rahat şəkildə cəzalana bilən bir komandadır. Gəlin bunu bir neçə misalın dilində deyək və eyni zamanda əlbəttə ki, ilk öncə biz komandanın əsas oyunçularından da danışaq, hansılar ki bir neçəsi artıq komandadan gedəcək.
bu dəqiqdir. Komandanın ən güclü tərəflərindən biri onun standartlarıdır. Freiburg artıq bu mövsümdə 20 dəfə standartlardan fərqlənib. Gəlin bir neçəsinə öz müşahidlik edək. Baxın, bu Celta'ya qarşı 3-cü qoldur. Bu epizodda Braqanın qapıçısı fantastik 2 qat seyv eləyir ki, qolun qarşısına alsın. Lakin o epizodun dalında cərimə zərbəsi baş verir və cərimə zərbəsindən Kubler öz istəyinə nail olur. Bu epizod isə ölkə kubokun yarımfinalında Stuttgartla olan bir epizoddur. Burada da gördüyümüz kimi Freiburg maçdakı yeganə qolunu məhz standartdan vurur. Digər tərəfdən əlbəttə ki, komandanın bir neçə açar oyunçusu var. Onların içində ən xarizmatiklərindən biri Ronaldinho stilində oyunçu Manzambi'dir. Bildiyimiz kimi Manzambi bu mövsümün sonunda Freiburgdan gedəcək. Aslı deyil ki, Freiburg bu maçı qazanıb Çempionlar Liqasında vəsəq qazanır, yoxsa yox. Manzambinin ən böyük özəlliklərindən biri onun birə-birlərdə olan üstünlüyüdür və xəttlər arası oynaya bilməsidir. Maraqlıdır ki, Freiburg double pivotla oynasa da, double pivotların biri box-to-boxdur. Bəzən həmin o box-to-box oyunçusu Manzambi olur. Bəzən Manzambi nominal 10 nömrə funksiyasını yerinə yetirir, amma cinahların birinə düşərək əsas o məqsədi rəqibə qarşı birə-bir qalsın ki, onu keçib təhlükəli epizod yaratsın. Misal üçün bu epizodda görürük ki, komandanın əfsanəsi olan Grifo üçün Manzambi epizod yaradır. Digər epizodda baxın, gördüyünüz kimi necə mükəmməl kombinasiya təşkil edir Freiburg, lakin Manzambi dirəyə vurur topu. Daha bir epizodda komandanın adətən sivri ucunda nominal o klassik hücumçu olan Matanoviçə assistentlik edir. Digər epizodda isə baxın, burada klassik Manzambini görürük. Cinahdan, heç nədən öz driblingi sayəsində komandanın nominal 10 nömrəsi olan Suzuki üçün qol epizodu yaratmış olur. Və əlbəttə ki, komandanı finala çıxaran qolu da Avropa Liqasında məhz Manzambi vurmuşdu. Eyni zamanda qeyd etdiyimiz kimi Freiburgun Almaniya klublarının klassik xəstəlikləri var. Yəni komanda inanılmaz cəhətdən yüklənir və öz qapısında çox rahatlıqla qol epizodları buraxır və bunun qarşısını ala bilmir. Bizim düşüncəmiz ondan ibarətdir ki, bu maç ölkə kubokunun yarımfinalında Stuttgartla oyuna oxşayacaq. Nəzərə alaq ki, Aston Villa ilə Stuttgartın arasında həm topla 4-2-3-1, topsuz 5-4-1, hətta bəzən 6-2-2 oynamaq meyillikləri var. Yəni hardasa hər iki komanda oxşayır bir-birinə. Stuttgartla da yarımfinal maçı bir oyundan ibarət idi. Ona görə də hər iki komanda bir-birindən ehtiyatlı oynayırdı. Əlbəttə söhbət Freiburg-Stuttgart oyunundan gedir və məsələn Stuttgart maçından bir neçə epizoda baxaq, görək ki, oxşar ssenarilərlə Aston Villa rəqibini necə cəzalandıra bilər. Baxın bir epizoda və bu Almaniya Bundesliqasının, yəni klassikasıdır. Bir tərəfdən 5-ə 4-dür Stuttgartın qapısında və az qala həlledici ikinci qolu vuracaq Freiburg. Lakin qol olmur. Burada bir qədər Suzuki'nin realizasiyası komandaya mane olur. Sonradan komanda 2 pasın qarşısını ala bilmir və nəticədə Freiburg öz qapısında 3-ə 3 buraxır və Deniz Undav'ın mükəmməl zərbəsi sayəsində hesab bərabərləşir. Lakin bu hesab bərabərləşəndən sonra siz fikirləşə bilərsiniz ki, Freiburg bir qədər konservativ oynayacaq, bir qədər öz qapısında oturacaq, amma bunların heç biri baş vermir. Gəlin bir neçə epizoda baxaq. Baxın, biz yenə də görürük ki, Freiburg'un oyunçuları hücumun build-up fazasına həddən artıq çox konsentrasiya verirlər və qapılarında çox rahat şəkildə qol epizodu əldə edirlər. Və bir də əlbəttə ki, Freiburg'un çox həssas olduğu məqamlardan biri, hansını ki Aston Villa'nın sağ cinahı dəyərləndirə bilər, cinah yüklənməsidir. Freiburg'un Stuttgartla maçında Stuttgartın qələbə qolu məhz şuurlu cinah yüklənməsindən baş verir. Gəlin bu epizodu yavaş-yavaş incələyək. Gördüyümüz kimi Freiburg müdafiə olunanda topsuz adətən kompakt 4-4-2 oturmaq istəyir. Kompakt dedikdə nəyi nəzərdə tuturuq? Biz əlbəttə ki buranı, yəni komanda ortaya sıxılır, cinahlarını boş qoyur. Bu da cinahlardan yüklənməyi bacaran rəqib üçün çox yaxşı xəbərdir. Məsələn, görürük ki, burada cinahda 2-yə 2 situasiyadır. Amma ortada Freiburg'un 5 oyuncusu rəqibin 1 oyuncusuna qarşıdır və onların orada olmasının heç bir mənası yoxdur. Çünki epizodun qarşısını almaqda, ya hücumun qarşısını almaqda heç bir aktiv rol oynamır Freiburg'un müdafiəsi və burada Stuttgart bilərəkdən həmin cinahı yükləyir və cinah yüklənməsi sayəsində Stuttgart birə-birlər əldə edir. Aston Villa bunu istəyəcək, çünki həm Makkinin, həm də ki Matthew Cash'ın birə-birlərdə çox böyük effektivliyi var. Makkin Straich'la oyuncusunu keçə bilir. Matthew Cash isə yaxşı asmalara, uzun və orta ötürmələrə malikdir və nəticədə Stuttgart qələbə qolunu vurur. Dostlar, final oyunu haqqında bu qədər. Biz bu oyunu da sizin səs verməniz sayəsində analiz etməyə qərarına gəldik. Biz indi ümid edirik ki, siz bizim videomuza baxıb və eyni zamanda Avropa Liqasının finalına baxarsınız və sonra onları tutuşdurub şərhlər bölməsində öz fikirlərinizi bildirəsiniz. Çünki bunlar çox vacibdir ki, gələcəkdə də biz bu tipli videoları etməkdə davam edək. Sizsə, əgər videomuzu bəyəndinizsə, şərhlər bölməsində fikirlərinizi bildirin. Kanalımıza abunə olub videonu bəyənməyi unutmayın ki, biz də gələcəkdə belə videolarda sizi sevindirək.